Elhamdülillah ve salatu ve selamu ala Resulillah. Eşhedü en la ilahe illallah vahdehu la şerike leh. Ve eşhedü enne Muhammeden abduhu ve resuluhu. Sahih et-Tergib ve Terhib kitabından müellif bölüm açır, fesil açır, ünvan qeyd edir. Ve deyir ki kitab-ı sünne, yani sünne kitabı. Ve sonra altında əlavə fəsil açır və buyurur ki et-tergibu fi ittiba'il kitab ve sünne. Kitab ve sünneye tabiçiliğe rəğbətləndirmək, həvəsləndirmək. An İrbad ibn Sariye radiyallahu anhu qala. İrbad ibn Sariye deyir ki وعظنا رسول الله صلى الله عليه وسلم موعظة وجلت منها القلوب وذرفت منها العيون. Ya Allah elçisi sallallahu aleyhi ve sellem bize muize etti. Elə bir muize ki bundan yani qəlblər titrədi. Qəlblər qorxdu ve titredi, çekindi, həzər etdi. Gözlerden yaş aktı. Ve dedik ki ey Allah'ın elçisi كَأَنَّهَا مَوْعِذَةُ مُوَدَّعٍ sanki vidalaşan insanın muizesidir. فَاَفْصِنَا bize tövsiye ile, vesiyet ile bize neyse buyur. Ve Allah elçisi sallallahu aleyhi ve sellem buyurdu ki اُوصِيكُمْ بِتَقْوَ اللّٰهِ ben size takvalı olmağı, Allah'tan qorxmağı, yani əmirlərini yerinə yetirib qadağanlarına son qoymağı tövsiyə edirəm. وَالسَّمْعِ وَالطَّاعَةِ eşidib itaat etmək, yəni əmir sahiblərinə, başçıların sözünü eşidib onlara itaat etməyi əmr edirəm. وَاِنْ تَأَمَّرَ عَلَيْكُمْ عَبْدٌ hətta sizin üzərinizdə başçı olarak, emir olarak bir köle, bir kul olsa bile. وَاِنَّهُ مَنْ يَعِشْ مِنْكُمْ فَسَيَرَى اِخْتِلَافًا كَثِيرًا hakikaten sizden kim uzun müddet çok yaşayacaksa çoklu ihtilaflar görecek. فَعَلَيْكُمْ بِسُنَّتِي وَسُنَّةِ الْخُلَفَاءِ الرَّاشِدِينَ الْمَهْدِيِّينَ ve siz de benim sünnemden ve hidayet olunan, doğru yolda olan Rəşidi xəlifələrin sünnəsindən yapışın. Addu aleyhə bin nevacidi və bundan, yəni sünnədən arxa dişlərinizlə bərk yapışın. Və iyyəkum və muhtəsətil umur sonradan çıxan yeni işlərdən çəkinin. Fə innə kullə bid'atin dalalə həqiqətən hər bir bid'ət zəlalətdir. Və bu hədisdə tövsiye, vesiyet edir Allah elçisi sallallahu aleyhi ve sellem. Ve sahabe diyor ki bize muize etti. Yani muize sözü, muize yani nasihat formasında insanı korkutup çekindirmektir. Elə bir muize ki yani kalpler titredi, korktu, gözlerden yaş aktı. Ve sahabe de dedi ki ya Resulallah sanki bu vidalaşan insanın muizesidir. Yani öyle bir muizedir ki sanki insan vidalaşır, gitmek üzere, sefer üzeredir. Ve dedi ki bize tövsiye ile ve Allah elçisi sallallahu aleyhi ve sellem birinci takvalı olmağı tövsiye etti. Takva da insanın Allah'ın qəzəbi, Allah'ın əzabıyla özü arasında bir maniye götürmesidir. Öyle bir maniye ki o maniye sebebiyle Allah'ın əzabı ona toxunmur. Ve bu da yalnız ve yalnız emirleri yerine getirip qadağan ettiklerine son koymaktır. Ve sonra buyurdu ki yani başçıların üzerinizde təyin olunan başçıları eşidip onlara itaat edin. Hatta başçı köle olsa bile. Halbuki köleden başçı olmur. Lakin Allah Resulü sallallahu aleyhi ve sellem burada yani başçıya itaat etmeyin ne kadar mühim olduğunu bildirir. Ve sonra bildirir ki yani siz
kim yaşayacaqsa, kim uzun müddət yaşayacaqsa çoxlu ixtilaflar, ayrılıqlar görəcəkdir. Deməli, bu ixtilaf və ayrılığın olması qaçınılmazdır. Və lakin müsəlmanların üzərinə düşən nədir? Allah elçisi sallallahu aleyhi ve sellem onu da bəyan edir. Və buyurur ki, mənim sünnəmlə və hidayət üzərində olan rəşidi xəlifələrin sünnəsindən bək yapışın. Rəşidi xəlifələr də hansı ki 4 xəlifədir. Abu Bakır, Ömər, Osman və Əli. Və deyir ki, onlardan, yəni bu sünnədən arxa dişlərinizlə yapışın. Arxa dişlər, hansı ki adətən arxa dişlərdən yapışan insan hər hansı bir şeydən tutulmuşsa ondan bərk tutur. Və burada da məqsəd odur ki, yəni sünnədən yapışmağa davam edin, davamlı olun və sünnədən ayrılmayın. Necə ki, arxa dişləri ilə hər hansı bir şeydən bərk tutan insan ondan ayrılmadığı kimi. Və bu fəsildə ikinci hədis Əbi Şureyh Əl-Xuzai deyir ki, Allah elçisi sallallahu aleyhi və səlləm bizim yanımıza çıxdı və dedi ki, Əbşiru əleysə təşhədunə ən la ilahe illallah və ənni Rasulullah. Müjdələnin, yəni sevinin. Məgər siz şəhadət vermisinizmi ki, Allahdan başqa ibadət haqq məbud yoxdur və həqiqətən mən Allahın elçisiyəm. Dedilər ki, bəli, və Allah elçisi sallallahu aleyhi ve sellem buyurdu ki, İnnə hədəl Qur'anə səbəbun tarafuhu biyədillah. Həqiqətən bu Qur'an ipdir, kəndirdir. Bir ucu Allahın əlindədir. Və tarafuhu biyədikum, digər ucu isə sizin əlinizdədir. Fətəməssəku bihi, ondan bərk tutun. Fəinnəkum lən tadillu və lən təhliku ba'dəhu əbədən. Və siz ondan sonra, yəni bərk tutsanız, nə azmazsınız, zəlalətə düşməzsiniz, nə də ki, həlak olmazsınız. Və bu da olduqca əzəmətli bir hədistir. Allah elçisi sallallahu aleyhi və səlləm müjdələyir. Və deyir ki, əbşiru, yəni bişara, müjdələmək, sevindirici, fərəhləndirici bir şeylə olur. Müjdələyən, yəni siz şəhadət vermirsinizmi ki, Allahdan başqa ibadətə haqqı olan heç bir məbud yoxdur. Və mən də Allahın elçisiyəm. Yəni tövhidin mühümlüyü ki, insan qəlbi ilə Allahdan qeyrisinə yönəlmir, Allahdan qeyrisinə bağlanmır və Allahdan qeyrisini Allahı sevən kimi sevmir. Allahdan qorxan kimi Allahdan başqasından qorxmur. Və həmçinin Allah elçisi sallallahu aleyhi ve sellemin yəni peyğəmbər olması, Allahın elçisi olmasını şəhadət gətirir. Necə ki, Allaha ibadətdə tövhid var ki, insan Allahdan qeyrisinə ibadət eləməsin. Və həmçinin itaətçilikdə tövhid vardır. Allahın elçisi Muhammed sallallahu aleyhi ve sellemdən başqasına müstəqil olaraq tabi olmasın. Və bildirir ki, bu Qur'an ipdir, kəndirdir, bir tərəfi Allahın əlindədir və Allahın əli deyəndə Qur'anda və hədislərdə Allahın adları və Allahın sifətləri gəlibsə əgər Allah təala özünə hər hansı bir sifəti vəsf edibsə və yaxud da Allahın elçisi sallallahu aleyhi və səlləm hər hansı bir sifəti Allaha nisbət edilsə və biz də müsəlman olaraq əhl-i-sünnə bunu qəbul edir. Əhl-i-sünnə etiqadıdır ki, Allahın elçisindən və Allah təala özündən daha yaxşı vəsf edən heç kəs ola bilməz. Və necə vəsf olunubsa onu qəbul edirik, yozmadan, inkar etmədən, məxluqatdan heç kəsə, heç nəyə bənzətmədən və necəliyinə varmadan. Necə nə cür? Yəni Allah təalanın özünə layiq şəkildədir. Necə ki Allah var, Allahın mövcud olması var, Allahın əzəməti, ucalığı var
və Allahın ad və sifətləri də Allahın özünə layiq şəkildə. Allah Taala'nın özü necə ki heç bir məxluqata bənzəmir, adları, sifətləri də məxluqatdan heç birisinə bənzəmir. Necə ki Allah Taala buyurur: "Leysə kəmislihi şeyun." Onun mislində heç bir şey yoxdur. Və huves-semi'ul basir. O hər şeyi eşidən və hər şeyi görəndir. Və buyurur ki Allah elçisi sallallahu aleyhi ve sellem Kur'an'ın bir ucu Allah'ın elindədir, digər ucu sizin əlinizdə. Ondan bək yapışın, təməssəku. Məsəkə tutmaqdır, amma təməssəkə möhkəm tutmaq, bərk tutmaq. Yəni Kur'an'dan bərk tutun, Kur'an'ın əmirlərini yerinə yetirərək, qadağanlarına son qoyaraq və Kur'an'ı tilavət edərək, Kur'an'ın mənalarını düşünməyə çalışaraq, tədəbbür edərək Kur'an'dan bərk yapışın. Və əgər bərk yapışsaz nə azmazsınız, nə də ki həlak olmazsınız. Növbəti hədis Cübeyr ibn Mut'im deyir ki, Kunna indən Nəbi sallallahu aleyhi ve sellem bil cuhfə. Biz cuhfə deyilən yerdə Allah elçisi sallallahu aleyhi ve sellemin yanındaydıq. Və dedi ki, Əleysə təşhədunə ən la ilahe illallah vahdehu la şərikə ləh və ənni Rasulullah. Məgər siz şahidlik etmisinizmi ki, Allah'tan başqa ibadət məbud yoxdur, o təkdir, onun heç bir şəriki yoxdur və həqiqətən mən də Allahın elçisiyəm. Və ennəl Qur'anə cəə min indillah və həqiqətən Qur'an da Allah tərəfindən gəlmişdir. Dedik ki, bəli, dedik fəəbşiru, müjdələnin, sevinin, fə innə hədəl Qur'anə tarafu biyədillah. Həqiqətən bu Qur'anın bir tərəfi Allahın əlindədir, bir ucu Allahın əlindədir. Və tarafu biyədikum, bir ucu da sizin əlinizdədir. Fətəməssəku bihi, ondan möhkəm, bərk yapışın. Fə innəkum lən təhliku və lən tadillu ba'dahu əbədən. Və siz də ondan sonra nə həlak olmazsınız, nə də ki heç vaxt zəlalətə düşməzsiniz. Və bu da olduqca əzəmətli müjdədir. Kim Qur'andan bərk yapışarsa, nə həlak olmaz, nə də ki azmaz. Qur'andan həm zahirən, həm batinən bərk yapışarsa, yəni insan Qur'ana əməl etməyi qəti qərar verir. Qəlbində qəti qərar verir ki, Qur'ana əməl edəcək, Qur'anla yaşayacaq. Yəni Qur'an insanın əxlaqı, düsturu olacaq. Qur'an deyəndə də sünnə bundan ayrılmaz bir şeydir. Qur'an və sünnə ikisi bir-birindən ayrılmayan, hər ikisi də vəhidir. Hər ikisi Allah tərəfindəndir. Aralarında fərq olsa da Qur'an tilavət olunur, tilavəti ilə ibadət olunur. Hər hərfinə 10 savab var. Qur'an namazda oxunulur. Lakin sünnə hədislərdə isə bu yoxdur. Lakin hər ikisi də vəhidir. Növbəti hədisdə İbn Abbas radiyallahu anhuma deyir ki, ənə Rasulullah sallallahu aleyhi ve sellem xatamən nəsə fi haccətil vəda'i fəqal. Allahın elçisi sallallahu aleyhi ve sellem vida həccində insanlara xütbə verdi və dedi ki, İnnə şeytana qad yəisə ən yu'bədə bi ardikum. Həqiqətən şeytan ümidini üzdü ki, sizin torpağınızda, sizin yerinizdə ona ibadət olunmayacaq. وَلَكِنْ رَضِيَ أَنْ يُطَاعَ فِي مَا سِوَى ذَلِكَ. Lakin razı oldu ki, bundan başqa işlərdə ona itaət olunacaq. مِمَّ تَحَقَرُونَ مِنْ أَعْمَلِكُمْ. Yəni sizin əməlləriniz içərisində aşağı hesab etdiyiniz, yəni balaca günahlar, kiçik günahlar və kiçik asiliklərdə ona itaət olunması ilə razı qaldı, sevindi. Fəhdəru, çəkinin, həzər edin, yəni şeytana itaətdən, günahlar və asiliklər, yəni balaca hesab etdiyiniz günahlara düşməkdən çəkinin. İnni qad təraktu fikum mə ini'tasamtum bihi fələn tadillu əbədən. Həqiqətən mən sizin aranızda elə bir şeyi tərk etdim ki, əgər ondan bərk yapışsanız, heç vaxt əbədiyyən azmazsınız, zəlalətə düşməzsiniz. Kitab-Allahi və sünnət-i nəbihi, Allahın kitabı və elçisinin, nəbisinin sünnəsi sallallahu aleyhi və səlləm. Abdullah ibn Məsud deyir ki,
el-iktisadu fi's-sünneti ahsanu minel-ictihadi fil-bid'ati. Yani sünne ile kifayetlenmek, sünnede orta yolda olmak, kifayetlenmek, bid'ətdə çalışmaktan, ictihad eləməkdən daha yaxşıdır, daha gözəldir. Yəni insan sünnədə, hədislərdə nə varid olubsa, sahabələr necə əməl ediblər, nəyə əməl ediblərsə, onunla kifayətlənmək daha yaxşıdır. İnsan özündən hər hansı bir dində olmayan şeyləri ortaya çıxararaq daha çox çalışması, daha çox əməl etməsindən daha xeyirli, daha yaxşıdır. Çünki ibadətin qəbul olunması üçün iki şərt var. İxlas və bir də ki, sünnəyə tabeçilik. Əgər biri olmasa, insanın etdiyi ibadət qəbul olunmur. Zərər çəkmiş insanlardan olur. Dində olmayan bir şeyi ortaya çıxartdığına görə. Əməl edir, yorğunluq qalır insana. Əbu Ayyub Əl-Ansari Avf ibn Malik deyir ki, xaraca aleyna Rasulullah sallallahu aleyhi ve selleme ve huve ru'ubun. Allah elçisi sallallahu aleyhi ve sellem bizim yanımıza çıktı. O da korkmuş haldaydı. Dedi ki, ati'uni ma kuntu beyne azhurikum. Ne kadar ki ben sizin aranızdayam, mənə itaat edin. Ve aleykum bi kitabillahi. Ve Allah'ın kitabından berk yapışın. Ehillu halalehu. Onun halalını halal hesap edin. Yani halal hesap edin, halal etikad edin ve halalıyla kifayetlenin. Ve harrimu haramehu. Haramını da haram edin. Yani haram olunan şeyler ne varsa Kur'an'da onu haram olduğunu etikad edin ve haramdan da çekinin, haramı terk edin. Növbəti hədisdə Abis ibn Rabi'a deyir ki, bu əsərdir daha doğrusu, Abis ibn Rabi'a deyir ki, mən Umar ibn Xattabı gördüm. Yuqabbilul hacara, yəni əsvədə. Gördüm ki, qara daşı öpür. Yəni Kəbənin küncündə olan qara daşı öptüyünü gördüm. Və dedi ki, Umar ibn Xattab, inni lə'a'ləmu ennəkə hacarun lə tədurru və lə tənfə'u. Həqiqətən mən bilirəm ki, sən bir daşsan, nə zərər vermirsən, nə bir fayda. وَلَوْلَا أَنِّي رَأَيْتُ رَسُولَ اللّٰهِ صَلَّى اللّٰهِ سَلَّمَ يُقَبِّلُكَ مَا قَبَّلْتُكَ. Əgər mən Allahın elçisi sallallahu aleyhi ve sellem səni öptüyünü görməsəydim, heç vaxt səni öpməzdim. Yəni Ömər radiyallahu anh, sahabə, hansı ki xəlifələrdən ikincisi, rəşdi xəlifələrdən ikincisi, daşı öpür. Nə üçün? Allah elçisi sallallahu aleyhi ve sellem'i gördüyünə görə. Və bu da İslamın gözəlliyindəndir. Ki insan yalnız Allah'a bağlanır. Və Allah'ın əmirləri ilə yaşayır. Allah elçisi sallallahu aleyhi ve sellem'i özünə nümunə götürür. Daşdır, qaradaş. Öpür. Çünki Allah elçisi sallallahu aleyhi ve sellem belə əmr etmişdir. Belə etmişdir. Və həmçinin alimlər deyir ki, yəni burada daşı insan öpür, amma cəmaratda, minada daş atan yerdə isə daşı atır. Nə üçün? Çünki Allah elçisi sallallahu aleyhi ve sellem belə etmişdir. Yəni təzimə layiq olan yalnız Allah'tır. Və Allah'ın əmir və qadağanlarıdır. Urve İbni Abdullah İbni Quşeyr deyir ki, bizə Muaviyə İbni Qurra, o da atasından danışmışdır ki, Əteytu Resulallah sallallahu aleyhi ve selleme fi rahtin min Muzeynətə. Mən Muzeynə qəbiləsində olan bir dəstə insanla Allah elçisi sallallahu aleyhi ve sellem yanına gəldim. Fəbəyə'nəhu, və biz ona beyət elədik. Və innəhu ləmutlaqul əzrari, və Allahın elçisi sallallahu aleyhi ve sellemin düymələri açıq idi, köynəyin düymələri açıq idi. Fəədxəltu yədi fi ceybi qamisi, mən də Allah elçisi sallallahu aleyhi ve sellem köynəyinin bu yaxa hissəsindən əlimi saldım. Fəməssəstul xatəmə, və oradakı mühürünə əl dəydim, toxundum. Hansı ki Allah elçisi sallallahu aleyhi ve sellemin iki çiyinin arasında, arxa tərəfdə iki çiyinin arasında peyğəmbərlik mühürü var idi. Hansı ki alimlər deyir ki, hədislərdə gəlib varid olub ki, təxminən bildirçin yumurtası kimi, yəni böyüklükdə, irilikdə
bir çıxıntılı ət idi. Və sahabə də ona toxunur. Çünki Allah elçisi sallallahu aleyhi ve sellem bədənindən təbarruk eləmək icazəlidir. Yəni sağlığında sağ ikən sahabələr eləyərdilər. Və həmçinin bədəninə toxunan paltar olsun və yaxud da su olsun. Və həmçinin sahabələrdən bunu eləyən olubdur, baxan olub, toxunan olub ki, biraz da yəqinliyi daha da artsın ki, həqiqətən Allahın elçisi olmasına. Çünki Peyğəmbər sallallahu aleyhi və səlləmin Peyğəmbərlik mührünün olması haqqında əvvəlki kitablarda da varid olmuşdur. Urva deyir ki, yəni burada əsas şahid hissəsi, dəlil hissəsi odur ki, hədisi rəvayət edən bu Urva, hansı ki Muaviyə ibn Qurra atasından, hansı ki atası gəlir bir dəstə insanla Peyğəmbər sallallahu aleyhi ve sellem yanına və görəndə ki düymələri açıqdır, yəni yaxasının üst düymələri açıq olur, köynəyin üst düymələri yuxarı, lap boğazına kimi düymələmir, yuxarı hissədən düymələr açıq olur. Ondan sonra Urva deyir ki فَمَا رَأَيْتُ مُعَوِيَةَ وَلَا إِبْنَهُ قَطُّ فِي شِتَاءٍ وَلَا صَيْفٍ إِلَّا مُطْلَقَيْ الْأَزْرَارِ. Mən Muaviyəni də, oğlunu da istər qışda, istər yayda düymələri açıq gördüm. Yəni Allah elçisi sallallahu aleyhi ve sellemin o cür geyim formasını gördükdən sonra sahabələr tabi olurlar, yəni tabiçilikdə də şiddətli olduqlarını göstərir. Ki onlar hər bir şeydə Peyğəmbər sallallahu aleyhi ve sellemə tabi olurdular. Baxmayaraq ki, bu özü ibadət deyil, yəni köynəyin düymələrini bağlaması və yaxud da açması, lakin onlar hər bir şeydə Allah elçisi sallallahu aleyhi ve sellemə tabi olurdular. Əgər düymə, köynəyin yaxasının düymələrinin bağlanıb açıq olmasında tabi olurdularsa, görün, əmirlərini yerinə yetirmək, qadağanlarına son qoymaqda onlar necə idilər. Hansı ki, onlar üçün bir qayda, bir qanun idi. Ona görə heç bir şeyi üstün tutmazdılar. Yəni, dünyavi mənfəət, hər hansı bir dünya malı və yaxud da dünyada hörmət, ad-san qazanmaq və yaxud da insanların qınağına görə Allahın elçisi sallallahu aleyhi ve sellem əmr və qadağanlarını kənara qoymazdılar. Onlar başa düşmüşdülər ki, insanın səadəti dünyada və həmçinin ahirətdə, halbuki ahirət səadəti daha əzəmətlidir. Başa düşmüşdülər ki, ahirətdə insanın səadəti, xoşbəxtliyi dünyada ikən, sağ ikən Allahın elçisi sallallahu aleyhi və səlləmi özünə nümunə götürməkdədir. İnsan nə qədər tabi olursa Allah elçisi sallallahu aleyhi və səlləmə bir o qədər ona yaxın olur və qiyamət günü də ona yaxın olur. Həm zahirən, həm daxilən tabiçilik varsa, həm ibadəti əməlləri ilə, həm əxlaqı ilə, həm insanlara davranışı ilə ki, Allah elçisi sallallahu aleyhi ve sellem necə buyurub, necə davranmışdır, hər bir şeydə tabi olduqca və həmçinin onun ixlası, yəni ibadəti Allah üçün eləməsi, Allah üçün yaşaması hər bir şeydə. Mücahid deyir ki, Kunnə mə'a İbn Ömərə rahiməhullah fi səfər. Biz səfərdə Abdullah ibn Ömərlə birlikdə idik. Hansı ki, Mücahid tabiinlərdəndir və Abdullah ibn Abbasın tələbələrindəndir. Fəmarra bir məkəndi, bir məkanın, bir yerin yanından keçdi. Fəhədə anhu və ondan kənarlaşdı, yəni yan keçdi. Fəsulə və soruşulanda ki, nə üçün bunu etdin? Dedi ki, mən gördüm, Allah elçisi sallallahu aleyhi və səlləm belə etmişdir və mən də belə etdim. Hansı ki, Abdullah ibn Ömər yəni sünnəyə, Peyğəmbər sallallahu aleyhi və səlləmə tabiçilikdə yəni, olduqca dəqiq və şiddətli idi. Və yenə də Abdullah ibn Ömərdən deyir ki, Ənəhu kənə yəti şədirətən beynə Məkkə və Mədinə. Abdullah ibn Ömər Məkkə və Mədinə arasında olan bir ağac var idi, onun yanına gəlirdi. Və o ağacın altında gündüz yatırdı, istirahət edirdi və ona xəbər verilmişdi ki, ona deyilmişdi ki, Allahın elçisi sallallahu aleyhi ve sellem belə etmişdir. Yəni belə edərdi və o da buna tabi olaraq Allah elçisi sallallahu aleyhi ve sellemin etdiyinə tabi olaraq
bunu ederdi. Yani o derecede onlar Allah elçisi sallallahu aleyhi ve sellemin emir ve qadağanlarını ve həmçinin adi, yani yatması, harda yatması, hətta yol gedərkən nəyin yanından kənarlaşıb yan keçmişdir. Hətta ona belə diqqət edirlər, tabi olurdular. Hər bir şeydə, yəni sünnədən nə varsa hər bir şeyə tabi olurdular. Hətta ibadət olmayan şeylər belə. Hansı ki, hansısa ağacın altında yatmaq, gündüz istirahət eləmək. Ənəs ibn Sirin deyir ki, Kuntu ma'a İbn Ömer'a rahimehullah bi Arafat. Mən deyir, Abdullah ibn Ömer'la birlikte Arafat'taydım. Hansı ki, həcilərin yığıldığı Arafat. Arafa günü, hansı ki, Zilhicce ayının 9'u həcilər orada yığılırlar və duaların qəbul olunan günüdür. فَلَمَّا كَانَ حِينَ الرَّاحَ رُحْتُ مَعْهُ. Ne vakit gitmek vakti oldu. Ben de onunla beraber gittim. Hatta etel imamu fesalla ma'hu el-ula vel asr. Ta ki nihayet imam geldi ve imamla beraber zöhür ve əsr namazlarını kıldı. Hansı ki Arafada, yani zöhrün vakti girende zöhr ve əsr namazları kılınır. Sonra məğrib namazına kadar duaların vaktidir. Sonra vaqafa ve ana ve ashabun li. Sonra dayandı, yani dualar eləmək üçün Arafada dayandı. Mən də mənim dostlarım, yoldaşlarım da onunla beraber dayandıq. Hatta efadal imam. Nihayet imam, yani akşam olanda gidəndə Müzdəlifə hansı gedirlər. Fəafadna ma'hu, biz de onunla beraber gittik. Hatta inta ilal madyaqi dunal ma'zimeyn. Ta ki nihayet, yani iki dağ arasında dar bir yerde, dar bir yola gelip çatanda, yani Müzdəlifə tərəfə çatırlar. Və anaxa və naxna. Dəvəsini çöktürdü, yani oturdu, orada dayandı. Biz de dəvəni çöktürdük. Yani hələ, yani Müzdəlifədə gecələmək yerinə gəlib çatmayıblar, lakin orada dayanırlar. Və nahnu nahsibu ennehu yuridu en yusalliya. Biz de elə hesab etdik ki, düşündük ki, o namaz qılmaq istəyir. Elə zənn etdik ki, namaz qılmaq istəyir. Və onun yanında olan, hansı ki dəvəsini, minini tutan, yani onun xidmətçisi, köləsi dedi ki, İnnehu leyse yuridu salat. O namaz qılmaq istəmir. Velakinnehu zekara ennen nebiyye sallallahu aleyhi ve selleme lemma inta ile hâzel mekan. Lakin deyir ki, ne vaxt ki Allah elçisi sallallahu aleyhi ve sellem bu mekana, bu yere çatanda bu yerde ihtiyacını ödemiştir. Ve o da istəyir ki, hemen yerde Allah elçisi sallallahu aleyhi ve sellemin ihtiyacını ödediği yerde o da ihtiyacını ödemek istəyir. Ve sahabelerden, yani Allah elçisi sallallahu aleyhi ve selleme tabiçilik barəsində ve Allah'ın elçisi sallallahu aleyhi ve sellemin yani sünnesine tabi olmaları hakkında eserler oldukça çoktur. Lakin bununla kifayetlenirik. Allah Teala bizi Peygamber sallallahu aleyhi ve selleme tabi olmaya müvaffak eylesin. Ve Allah size de bereket versin. Subhaneke Allahumma ve bihamdik. Eşhedü en la ilahe illa ente. Estağfiruke ve atubu ileyk.